Mən sənə bir dənə söz deyim. İdeal deyirsən ki, sənin figuran mənim figuramdan daha yaxşıdır. Birincisi, mən profilində, deyəsən, səhvinə girmədim, profildə baxdım. Şəkli yox idi. Yenə şəkil olsaydı, məsələn, baxardım, baxım sənin figura mənimkindən qəşəngdir ya yox da, yəni. Bəlkə bəyənməyəcə də məndə. Yəni, hər an zövqü bir cürədir. Mənim isə bədənim belədir. Arada mən utanmıram. Çünki 3 uşaq dünyaya gətirmişəm. Ağzımı da saxlayan bir insan deyiləm. Ona görə də mənə da şükür. Amma mən sənə deyim, sən niyə cins giyinə bilmirsən? Tutaq ki, sənin figuran qəşəkdir, okey. Çünki qorxursan. Qorxursan. Yəni, yəqin ki, kim deyəndə kompleksin var da, yəni. Kompleksin var. Düşünürsən ki, oyda mən giyinsəm, mən nə deyərlər, nə tər baxarlar. Yəni, burada problem mənim nə cinsimi, nə mənim figuramdır. Problem burada sənsən. Yəni, sənin həyata baxışındır. Rəfiqələrindən, qohumlarla, ailədə oturub o digər qadınlar o qədər müzakirə eləmişsiniz ki, lağa qoymuşsunuz ki, şüur altına təsir edib ki, də sənin şeydə, yəqin ki, mən giyinsəm, mənə lağa qoyarlar. Ona görə giymirsən. Amma bu həyata cəsur olmaq lazımdır. Nəyi necə istəyirsənsə eləməlisən. Bu isə göbələkdir. Papa dağdan yığıb. Uzun 2 dəfədir pişiririk. Dağdan yığılan göbələklə marketdə satılan arasında fərq var. Bu daha ləzzətlidir.